Axşamınız xeyir, əziz qrup üzvləri. İndi isə mən sizə biliyin növlərindən danışacağam. Bildiyiniz kimi məzmun standartı iki hissədən ibarətdir. Bilik üstəgəl bacarıq, bilik üstəgəl fəaliyyət, bilik üstəgəl taksonomiya demək olar. Deməli, məhz məzmun standartının birinci hissəsi haqqında bugün öyrənəcəyik. Yəni bilik hissəsi haqqında. Deməli, biliyin 4 növü var. Bunlar hansılardır? Deklarativ bilik, konseptual bilik, prosedural bilik və metakognitiv bilik. Deməli, birinci bilik deklarativ bilikdir və deklarativ biliyə həm də faktoloji bilik deyirlər. Deməli, iki adı var, deklarativ ya da faktoloji. Deməli, faktoloji bilik elə adından da göründüyü kimi faktlardan ibarətdir. Hansı bilik faktoloji bilik hesab olunur? Deməli, təriflər, qaydalar, düsturlar, teoremlər, yəni hazır faktlar. Bunlar faktoloji bilikdir. Deməli, məsələn, əgər müəllim şagirdə deyirsə ki, dünyanın ən hündür dağı hansıdır? Şagird buna Himalaydan başqa deyə bilməz. Niyə? Çünki dünyanın ən hündür dağı Himalay dağıdır. Əgər müəllim şagirdə desə ki, Azərbaycanın ən uzun çayı hansı çaydır? Şagird Kür çayı deyəcək. Əgər müəllim şagirdə desə ki, ismin sualları hansıdır? Deyəcək kimlə hara? Deməli, əlbəttə ki, bu bir faktdır. Əgər müəllim şagirdə desə ki, şuhudi keçmiş zamanın şəkilçisi hansıdır? 4 cür yazılan bu faktdır, faktolojidir. Müəllim şagirdə desə, sulfat turşusunun formulu necədir? Deyəcək H2SO4. Yəni, bunun başqa bir cavabı yoxdur. Əgər müəllim şagirdə desə ki, cücələrin mahnısının bəstəkarı kimdir? Yəni, Qəmbər Hüseynli, yəni bu da bir hazır faktdır. Yəni, bunun başqa bir cavabı yoxdur. Əgər müəllim şagirdə desə ki, Azərbaycan Demokratik Respublikası nə vaxt yaranıb? Deyəcək 1918-ci ildə. Bunun başqa bir cavabı yoxdur. Əgər müəllim şagirdə desə ki, kvadratın sahə düsturu hansıdır? Deyəcək S bərabərdir A kvadratı. Deməli, bunlar nədir? Faktdır. Deməli, faktlarla əhatə olunmuş bir bilikdir. Faktoloji bilik, yəni deklarativ bilik. Əzizlərim, hazır məlumatdır. Deməli, faktoloji biliyin özü də iki hissəyə ayrılırdı. Bunlar hansılardır? Faktoloji biliyin terminolojisi və faktoloji biliyin spesifiki. Yəni, biliyin 4 növü var. Birincisi faktolojidir. Ən sadə bilikdir. Faktolojinin özü də iki yerə ayrılır. Dedik, terminoloji və spesifik. Niyə buna terminoloji və spesifik iki yerə ayrılıb? Biri var, onun termin kimi adını çəkəsən. Biri var, onu tərif kimi deyəsən, qayda kimi deyəsən. Məsələn, heca faktolojidir. Üzr istəyirəm, terminolojidir. Nəyə görə? Heca Azərbaycan dilinin terminidir. Yəni, deyirəm heca. Mənə deyirlər ki, heca nədir? Deyirəm ki, heca Azərbaycan dilinin terminidir. Amma heca haqqında bir məlumat vermirəm. Amma indi də deyirəm ki, heca saitin iştirakı ilə yaranır. Artıq bu bir qaydadır. Hər hecada yalnız bir sait olur. Bu qaydadır. Bu da faktolojidir, amma spesifikdir. Yəni, açıqlama var burada. Məsələn, deyəndə təyin Azərbaycan dilinin terminidir, terminolojidir. Bu artıq terminoloji bilikdir. Yəni, faktolojinin terminolojisidir. İstəyir terminoloji, istəyir spesifik, hər ikisi faktolojiyə aiddir. Faktolojinin qollarıdır. Terminoloji ilə spesifik. Amma, məsələn, əlifba sözü terminolojidir, amma desəm ki, əlifbamızda 32 fərq var, bu artıq spesifikdir. Amma hər ikisi faktolojidir. Məsəl üçün, sulfat turşusu bu terminolojidir. Amma deyəndə ki, sulfat turşusunun formulu H2SO4-dür. Artıq bu nədir? Bu spesifikdir. Yəni, bu da faktolojidir, amma hazır məlumat var. Məsəl üçün, deyəndə ki, Pifaqor teoremi, bu artıq terminolojidir. Deyəndə ki, yəni, deyəndə ki, Newtonun qanunlarından danışıraqsa, terminoloji adını çəkir. Amma deyəndə ki, F bərabərdir mənfi E, yəni qüvvə əks qüvvəyə bərabərdir.
fizikada deməli, əlbəttə ki, bu spesifikdir. Yəni, bunu mən başqa cür adlandıra bilmərəm. Sadəcə biri var, onu termin kimi adını çəkəsən, biri də var ki, onu açıqlayasan. Məsələn, deyəndə ki, mənsəb, çayın mənsəbi əlbəttə ki, terminolojidir. Çayın mənbəyi terminolojidir. Amma biz deyəndə ki, çayın başlandığı yer, onun mənbəyi, töküldüyü yer mənsəbi, axdığı yer yatağı adlanır. Əlbəttə ki, bu spesifikdir, amma faktolojidir. Deməli, faktoloji bilik faktlarla olan bir bilikdir, amma bu iki yerə ayrılır. Faktoloji biliyin terminolojisi, onu termin kimi adını çəkirik, amma spesifik onu açıqlayırıq. Yəni, məsələn, sifət terminolojidir, amma sifət varlığın əlamətini bildirir, bu isə artıq spesifikdir. Yəni, bir aydınlaşma verir ona, bir tərif verir, bizə bir məlumat verir. Məlumat xarakterli bilikdir, faktoloji bilik. İkinci bilik növümüz konseptualdır. Konseptual bilik bir çox açar sözlərlə yadda qalacaq. Deməli, müqayisə edir, fərqləndirir. İki açar söz deyəcəm sizə. Yavaş-yavaş digərlərini deyəcəm. Yəni, istər isimlə sifəti müqayisə eləsin, istər kvadratla düzbucaqlını müqayisə eləsin, istər iki kimyəvi reaksiyanı müqayisə eləsin, istər iki bitkini müqayisə eləsin, istər iki ölkəni, iki tarixi hadisəni, istər iki obrazı ədəbiyyatda, iki köməkçi nitq hissəsini, iki bəstəkarı, iki rəssamı fərq eləməz. Nəyi müqayisə edir, nəyi fərqləndirsin, konseptual bilikdir. Yəni, fərqləndirir, müqayisə edir. Açar söz konseptual biliyin açar sözüdür. Nəticə çıxarır, ümumiləşdirir. Bu açar sözlər konseptual biliyin açar sözüdür. Şagird mətndəki hadisələri ümumiləşdirir. Şagird mətndəki hadisələrdən nəticə çıxardır. Şagird tarixi hadisəni ümumiləşdirir. Şagird tarixi hadisədən nəticə çıxardır. Həyatda gördüklərini ümumiləşdirir. Həyatda gördüklərindən nəticə çıxardır. Kimyəvi reaksiyaları ümumiləşdirir və yaxud biologiyada öyrəndiklərini ümumiləşdirir. Nəticə çıxardır. Nəyin ümumiləşdirir, nəyin nəticə çıxarsın, hansı bilik olacaq? Konseptual bilik olacaq. Və konseptual biliyin növbəti açar sözü qruplaşdırır. Məsələn, müəllim deyir ki, ay uşaqlar, isim nəyə deyilir? Deyir, isim varlığın adını bildirir. Varlığın adını bildirir. Bu, əlbəttə ki, faktolojidir. Çünki ismin tərifidir. Amma biri var ki, müəllim deyir ki, ay uşaqlar, bax, bura isimlər yazmışam. Ümumi və xüsusi isimləri cədvəl üzrə qruplaşdır. Ümumini yaz, ümumi yerinə, xüsusini yaz, xüsusi yerinə. Amma sual versəm ki, ümumi isim nəyə deyilir? Bu tərif faktolojidir. Amma yox, qarışıq sözlər vermişəm. Deyirəm ki, ümumini ümumi yerinə yığ, xüsusini xüsusi yerinə yığ. Bu artıq nədir? Konseptualdır. Konseptual bilikdir. Məsələn, əgər ibtidailərdə də var, aşağı siniflərdə də 5 yaşlılarda var bu. Məsələn, deyirəm ki, ay uşaqlar, bu nədir 5 yaşlıya? Almaya armud deməyəcək ki, deyəcək ki, bu almadır, faktdır. Amma bir də var ki, məsələn, alma, armud, bibər, soğan, kartof səbətdədir. 5 yaşların tapşırıqları var. Deyir ki, tərəvəzləri tərəvəz səbətinə yığ, meyvələri meyvə səbətinə yığ, qruplaşdır, ayır. Deməli, qruplaşdırmaq, ayırmaq hansı bilik olacaq? Konseptual bilik olacaq. Müəllim qarışıq maddələr yazıb, deyir ki, suda həll olanları cədvəlin bir qrafasına yaz, suda həll olmayanları bir qrafaya yaz, qruplaşdır, ayır, fərqləndir, bu da olacaq konseptual bilik. Və yaxud da belə də ola bilər, seçə bilər içindən. Məsələn, müəllim deyir ki, kör bucaq nəyə deyilir? Şagird tərifini deyir. Kör bucağın tərifini demək faktolojidir. Deyir ki, 90 dərəcədən böyük, 180 dərəcədən kiçik olan bucağa kör bucaq deyilir. İndi müəllim deyir ki, bax uşaqlar, sizə neçə dənə bucaqları vermişəm. Yəni 95 dərəcə, 80 dərəcə, 70 dərəcə, 120, 130 dərəcələri yazmışam. Deyirəm, bunların içindən kör bucaqları seç. Kör bucağın tərifini demək faktolojidir, amma bucaqların içindən kör bucağı seçmək, bu isə artıq olacaq konseptual. Yəni, içindən seçir, ayırır, fərqləndirir.
Qruplaşdırır, nəticə çıxardır, ümumiləşdirir. Deməli, bu konseptual biliyin açar sözü olacaq. Və yaxud da, məsələn, bir tarixi hadisənin əhəmiyyətini de, yaşıl bitkilərin əhəmiyyətini de, deməli, özünə məxsus fikir yürüdəcək, danışacaq. Bu da konseptual bilikdir. Yəni, tərəflərin əhəmiyyətini de, tarixi hadisələrin əhəmiyyətini de. Yəni, bu artıq onun konseptual yanaşmasıdır. Ümumiyyətlə, konseptual yanaşma sənə məxsus olan yanaşmadır. Bəzən deyirlər, hadisələrə konseptual yanaş. Yəni, biz konseptual yanaşmanı Piaget nəzəriyyəsinin formal əməli mərhələsində görmüşük. Yəni, və bu ən yüksəkdə olan mərhələdir. Zehni inkişafın deyir ki, orada şagird artıq konseptual yanaşır hadisələrə. Çünki 11-12 yaş üstü uşaq bunu eləyə bilər. Konseptual yanaşa bilər, hipotetik düşünə bilər, yəni sonunu görə bilər hadisənin. Deməli, konseptual bilik niyə, nə üçün, nəyə görə sualın cavabını axtarır. Məsələn, mən deyirəm ki, bu tarixi hadisə niyə belə bitdi? Nəyə görə? Sən öz konseptual yanaşmanı qoyacaqsan. Deyirəm ki, səncə əsərin qəhrəmanı sonda niyə belə elədi? Sən öz yanaşmanı qoyacaqsan, konseptual yanaşmanı qoyacaqsan. Deməli, niyə, nəyə görə, nə üçün? Deyirəm ki, bu hadisələr nə üçün belə bitdi? Niyə, nəyə görə? Bu da konseptual biliyin cavabıdır. Deməli, niyə, nə üçün, nəyə görə sualın cavabı məhz konseptual bilik olacaq. Deməli, konseptual bilik müqayisə edir, fərqləndirir, qruplaşdırır, seçir, ümumiləşdirir, nəticə çıxardır, əhəmiyyətini deyir, niyə, nə üçün, nəyə görə sualının cavabını axtarır, konseptual bilik. Deməli, ikinci bilik növü konseptual olacaq. Yenə də deyirəm, bax deyirəm ki, bu nədir? Deyir ki, pomidordur. Sual veririk. Bu nədir? Xiyardır. Yəni, əlbəttə ki, pomidora, xiyara biz şaftalı deyə bilmərik ki, faktdır bu. Axı, bu pomidordur, bu xiyardır. Amma bir də var ki, deyirəm, ay uşaqlar, pomidorla xiyarı müqayisə elə, fərqləndir. Bu artıq konseptualdır. Yəni, konseptual yəni bir pillə yuxarıdadır. Baxın, ən aşağı zəif bilik sinifin ən zəif şagirdləri bilə biləcəyi faktoloji bilikdir, faktlardır. Bəzi uşaq düsturu bilir, tərifi bilir, fe'l nəyə deyilir bilir, fe'li zamanın şəkilçisini bilir, amma mətnin içərisində fe'lləri tapa bilmir, keçmiş zamanı tapa bilmir. Deməli, onun faktolojisi var, amma konseptualı yoxdur. Hətta bundan sonra proseduralı var. Yəni, bundan özündən əvvəlki bilikdən biraz yuxarı pillədədir. Deməli, biz konseptual bilik haqqında danışdıq. Üçüncü bilik növü isə, əzizlərim, prosedural bilik olacaq. Deməli, prosedural bilik nədir? Bir prosesdən söhbət gedir. Amma prosedural bilik təkcə həll etmək deyil, həm də həll yollarını bilməkdir. Məsələn, müəllim şagirdə deyir ki, tərəfi 15 sm olan kvadratın perimetrini tap. Şagird bunu gəlib tapırsa da proseduraldır. Tapmağın yollarını deyirsə, o da proseduraldır. Məsələn, şagirdin biri deyir ki, ay müəllimə, kvadratın perimetrini tapmaq üçün onun bir tərəfini vuracağıq 4-ə, ona görə ədəd tərəfi 17-si 4-ə vuracaq, 15-dirsə 4-ə vuracaq. Yəni, deməli, bunu həll etmir, amma həll yollarını bilir. Deməli, həll etmək də proseduraldır. Həll yollarını bilmək özü də proseduraldır. Deməli, prosedural bilik metod bilməkdir, bir şeyi icra etməkdir, algoritmini bilməkdir. Məsələn, bax deyirəm ki, məsələn, hansısa bir işin algoritmini yarat. Gedib meyvə dərəcəksən bağdan, nərdivanı götür, bağa yollan, nərdivanı ağaca söykə, ağacdan almanı dər, gəl yu, sonra ye. Bu nə oldu? Bu proses gedir burada. Nədir bu? Prosedural bilikdir. Və bunu necə etdir? Algoritmdən elədi. Məsələni həll et. Deyirəm ki, atanın 45 yaşı var, oğul ondan 5 dəfə kiçikdir. Oğulun neçə yaşı var? Deyirəm, bunun həll algoritmini də birinci atanın yaşı, oğulun yaşı neynəyəcəyik ikinci? Yəni,
Yəni buna görə 45-i 5-ə böləcəyik. Cavab 9. Deməli buna alqoritmini ardıcıl deyiriksə, deyirəm sən bunu necə etdin? Bayaqdan konseptualda niyə, nə üçün, nəyə görə sualını verirdik. Amma proseduralda necə? Burada iş gedir. Necə? Həkimə gedirik bir proses üçün, ya kosmetoloqa, ya bir orqanımızla bağlı orada bizə bir proses icra olunur. Yəni deyir ki, birinci prosedurda bunu eləyəcəyik, ikinci prosedurda bunu eləyəcəyik, məhz üçüncü prosedurda bu olacaq. Deməli bu nədir? Bir alqoritmdir. Hadisələr ardıcıllığıdır, hərəkətlər ardıcıllığıdır. Deməli, hər hansı bir problemi həll etmək proseduraldır və bunun həll yollarını bilməyin, tapşırığın həll yollarını bilməyin özü də proseduraldır. Metod, açar söz hansı metodla elədin? Hansı üsulla elədin? Metod, üsul, alqoritmini bilmək, bir şeyin ardıcıllığını bilmək, bu məhz prosedural bilikdir. Deməli, əzizlərim, məsələn deyirəm ki, düzgün olan kəsir nəyə deyilir? Şagird onun tərifini deyirsə, əlbəttə ki, bu faktolojidir. Deyirəm ki, düzgün olan kəsirlə düzgün olmayan kəsiri müqayisə elə, burada müqayisə açar sözü konseptualdır. İndi də deyirəm ki, verilmiş düzgün kəsirləri artan sıra ilə düz. Artıq burada bir alqoritm var, ardıcıllıq var artan sıra ilə və yaxud da azalan sıra ilə. Deməli, burada artıq bir proses gedir, həll etmək və yaxud həll yollarını bilmək prosedural bilikdir. Metodunu bilmək, texnikasını bilmək, prosedur icra etmək, necə, nə cür sualın cavabı prosedural bilikdir. Və əzizlərim, dördüncü bilik növümüz isə metakognitivdir. Metakognitiv ən ağıllı insanların sahib olduqları bilikdir mənim düşüncəmə görə. Baxın, kognitiv idrakdır. Kognitiv sözünün mənası idrakdır. Metakognitiv ən zirvədə olan bilikdir. Yəni, məsələn, mən tutaq ki, bayaq ki qayıdacam, deyirəm ki, bu nədir? Deyirlər ki, tərəvəzdir, xiyar, pomidor. Deyirəm, xiyarla pomidoru müqayisə eləyək. Əlbəttə ki, bu olacaq konseptual. İndi deyirəm ki, al bu xiyar pomidoru, soy, salat hazırla. Çoban salatı hazırla. Bu artıq olacaq prosedural. İndi metakognitivdə bilirsiniz nə olacaq? Sən də salat hazırlayırsan, mən də hazırlayıram. Mən elə yolla eləyirəm ki, daha asan yolla tez eləyirəm. Deməli, bu mənim metakognitivimdir. Hər ikimiz eləyirik. Amma mən səndən daha fərqli bir yolla edirəm bunu. Deməli, bir strategiya seçmək, bir yol seçmək, daha uyğun, daha münasib, ən uyğun, ən asan yolla eləmək, biz strategiya işlətmək, hər kəs edir, amma mən elə bir yolla edirəm ki, səndən daha tez edirəm. Şagird idman dərsində elə bir yolla strategiya işlədir ki, qalib olur. Tez qutarır, tez bitirir, finişə tez çatır və yaxud uzunla tullanma hərəkət edir, tez edir, turnikə dırmaşır, tez edir. Yəni, strateji bilik. Şagird özü haqqında məlumatlıdır. İdrak tapşırıqlarının həllində bir strategiya seçir və ona görə də hər şeydə özü üçün bir yol axtarır. Strateji biliklər, idrak tapşırıqlarının həlli, özü haqqında məlumatlıdır. Məsələn, şagird bilir ki, məsələni tənliklə eləsə, cədvəllə eləməkdən daha rahatdır. Məsələn, mən bilirəm ki, tutaq ki, yeməyi çəngəllə yemirəm, əlimlə yeyirəm. Mənə belə rahatdır. Yəni, bir insan özünü tanıyır, özünü bilir, özünün mənfisini, müsbətini, çatanını, çatmayanını bilir. Məsələn, mən bilirəm ki, məndə nə zəifdir, nə güclüdür. Deməli, bu mənim metakognitiv biliyimin olmasıdır. Hamı gedir hansısa bir şəhərə, deməli, hər kəs bu yolla gedir. Mən deyirəm, yox, mən kəsə yolla gedəcəm. Yəni, benzin də az gedəcək maşınımda, vaxtım da az gedəcək. Bir insan bilir ki, bu A yolu ilə deyil, B yolu ilə getsə onu daha rahat gələcək. Deməli, metakognitiv bilik özün üçün bir rejim qurmağındır. Özün üçün bir fərqli yol seçməyindir. Ən asan, ən uyğun, ən münasib yol seçməyindir. Metakognitiv biliyin olması deməkdir. Əzizlərim, faktoloji bilik faktlar əsasında olan bilikdir. İki yerə ayrıldı. Terminoloji və spesifik. Terminoloji onun termin kimin adını çəkirdi? Spesifik isə onun haqqında məlumat verirdi. İkinci bilik konseptual bilik idi. Konseptual bilik isə fərqləndirir, müqayisə edir, nəticə çıxardır, ümumiləşdirir, əhəmiyyətini deyirdi, seçirdi.
və niyə, nə üçün, nəyə görə sualına cavabını axtarırdı. Deməli, təsnif eləmək, kateqoriyalara bölmək, parçalamaqdır konseptual bilik. Nəzəriyyələr, modellər konseptual biliyə aiddir. Baxın, biz Piaget nəzəriyyəsi keçmişik, Vygotsky nəzəriyyəsi keçmişik. Orada konseptual bilikdir. Niyə? Çünki biz deyə bilmərik ki, Vygotsky səhvdir, yoxsa bu düzdür. Hərənin özünə görə doğruları var. O Vygotsky'nin yanaşmasıdır, o da Piaget'in yanaşmasıdır. Yəni nəzəriyyələr konseptualdır. Hər kəs özünə görə psixoloji nəzəriyyə yaza bilər. Alimlərdir. Biz deyə bilmərik ki, yox, sən səhv deyirsən. Ona görə də nəzəriyyələr, modellər konseptualdır. Şagird əgər enli yarpaqlı bitkilərlə iynə yarpaqlı bitkiləri ayırırsa, konseptualdır. Yəni o ayıra bilir, kateqoriyalara bölə bilir, taxıl bitkiləri ilə digər bitkiləri ayıra bilirsə, deməli konseptualdır. Şagird vulkanla zəlzələni bir-birindən ayıra bilirsə, konseptualdır. Əlbəttə ki, deməli konseptual bilik həll edir, həll yollarını tapır. Prosedural yollar, prosedural necə nə cür suallarını tapır, algoritmini bilir, proseduraldır. Prosedural metakognitiv isə dediyim kimi ən münasib, ən uyğun, daha faydalı, ən yaxşısı, yəni ən strategiyanı işlətməkdir. Bir fənd işlətməkdir. Yəni özündəki mənfiləri görmək, müsbətləri görmək, özünü qiymətləndirməyə bacarmaq isə məhz metakognitiv biliyə aiddir. Bizim dərsimiz bu qədər. Bunları deməli yeni bir dəqiqə. Ekran qarışdı. Deməli belə diqqətlə oxusaz heç bir çətinliyi yoxdur. Bir dəqiqə. Haydi dayandırım.